Gördüğünüz bu gözəllik bizim İmişlidədir. Bir zamanlar buralar kol-koslu bir meşə idi. Mənim uşaqlığım bu meşədə keçdi. Dərsdən qaçanda gəlib bu ağacların arasında gizlənərdim. Sonralar meşənin o biri başında asan xidmət binası tikdilər. O sayədə bu meşə də sərsəhmana düşdü. Bu ağaclar nə zaman əkildi, nə zaman kəsildi, bu meşənin başına nələr gəldi, hamısından xəbərdaram, hamısı haqqında videolar çəkmiş, danışmışam. Axırıncı videomda ağaclara yazılan sevgilərdən bəhs eləmişdim. Gənclər özlərinin və sevdikləri qızın adının baş hərflərini ağaclara cızmışlar. Mən 50 ildən çoxdur ki, hər gün olmasa da, hər 2-3 gündən bir səhər çağı bu meşəyə yürüşə gəlirəm. Burada hər ağac məni, mən də onları tanıyıram. İkinci çox gəzdiyim yerlər Arazın sahilləridir. Araz çayının da hər halını görmüşəm. 30 il bundan öncə çəkdiyim videolar var əlimdə. Məsələn, bu görüntüləri dünən çəkdim. Araz çayının yatağını qazanlar yalnız Arazın sahilini deyil, Araz boyu ərazilərin hamısını bir cəhənnəmə döndərdilər. Mən neçə dəfə video çəkib paylaşdım, xəbərdarlıq etdim. Amma dəyirman öz işindədir, çax-çax baş ağrıdır. Bu yaxınlarda ölçmüşəm. Araz çayı 15 il əvvəlkinə nisbətlə indi 6 metr daha dərinlikdən axır. Əgər məsələn 3 ay bu ərazilərə yağış yağmasa, onda aran yerinin sonu gəldi deməkdir. Çünki yeraltı suları dərinlikdən axan Araz çayı sümürüb dənizə aparır. Amma mən yenə də Arazın gözəlliyini göstərirəm. Mən Arazam, səsim tutqun Arazdır. Ha yüyürdüm, ha çağırdım, ha yazdım. İndən belə qaynar təbim ayazdır. İstərmi bir od ocaq, nə bilim. Bu şeiri bütöv demişəm hansısa videolarımın birində. İndi isə dostlar, gəlin Asan Parka dönək. Sizə bir gözəllik seyr etdirim. Bu videonu aprelin 23-də çəkdim.